Bəhrəm, sizdən başlayaq söhbətimizə. Çünki yəni Azərbaycanla Türkiyənin dostluğu, yaxınlığı, müttəfiqliyi, digər tərəfdən iki dövlət başçısı, Prezident Əliyevlə Prezident Ərdoğanın da münasibətləri özünə məxsus bir güc mənbəyidir, inanc mənbəyidir və bizim xalqımız da ona görə hazırlıq nümayiş etdirdi ki, bax biz ən ağır ayaqda Türkiyə xalqının yanında olmalıyıq. Tez bir zamanda da biz o dəstəyimizlə ora özümüzü çatdırdıq. Və mənə elə gəlir ki, bu özü-özlüyündə presidenti olmayan bir hadisə idi. Çünki tək ona görə yox ki, zəlzələ özü dəhşətli zəlzələ idi. Həqiqətən də çox dərin bir sarsıntılar yaşatdı insanlara. Həm də ona görə ki, birincisi biz vaxt itirmədən bunu elədik. Və digər tərəfdən də demək olar ki, bir-birimizə ürəyimizi açdıq, bucağımızı açdıq və birgə o problemlərin, ağırlı vəziyyətin öhdəsindən gələ bildik. Elə bilirəm ki, buna bənzər ikinci, hər halda yeni tarixdə buna bənzər bir, belə deyək, president yoxdur. Təşəkkür edirəm. Həqiqətən də bugün biraz öncə də izlədik, həmin mənzərəni izlədikcə insan qürur duyur. Amma biz bu proseslərə eyni kökdən gələn qardaşların bir-birinə yardımı qədər, yardımı kimi sadə don qeydirə bilmərik. Bu, köklü, konseptual məsələdir. Birincisi, ilk növbədə, təbii ki, biz dünya nümunəsinə baxsaq, çox saylı eyni kökdən gələn dövlətlər var ki, bugün təməl diplomatik münasibətlər qura bilməyiblər. Və yaxud bugün çox saylı müharibələr var ki, elə eyni kökdən olan qardaşlar arasında gedir. Kifayət qədər nümunələri sizdir, bizi deyə bilərik. İkincisi, Azərbaycanla Türkiyənin özünün də, bəli, eyni kök, eyni dil, eyni din və s. Amma 90-cı illərdə Azərbaycan-Türkiyə münasibətlərinə baxın. Bu səviyyədə deyil, əlbəttə. Ümumiyyətlə, bu səviyyədə yox, heç 2 helikopter ala bilmədik. Belə bir vəziyyət deyil, reallıqları açıqlamaq lazımdır. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə münasibətləri eyni kök, din, dil, qan qardaşlığı ilə bərabər ən az elə onlar qədər və onlardan çox liderlərin qətiyyətinin üzərində dayanır. Ulu Öndər zamanında başlamış bu əlaqələr Azərbaycanın da, Türkiyənin də müstəqilliyini, suverenliyini, ərazi bütövlükdə əhatə etməklə onların suveren iradələrinə heç bir təsir etmədən qardaşlıq münasibətlərinin təntənəsidir. İkincisi, burada ümumbəşəri dəyərlər naminə baxsaq, Azərbaycanın bu addımı, möhtərəm cənab prezidentin bu addımı, yəni ilk dəfə olaraq Türkiyəyə kömək təklif etməsi yox, Türkiyənin köməyinə çatması bir mənalı şəkildə Azərbaycanın ümumbəşəri dəyərlərə, istər BMT nizamnaməsində, istər beynəlxalq hüququn ümumi tanınmış normalarında əksini tapan prinsiplərində, əksini tapan o prinsiplərə əsaslanaraq ümumbəşəri dəyərlərə göstərilən münasibət idi. Bütün dünya insan amili üzərində qurulmalıdır və qurulub. Azərbaycan insan amilinə qiymət verirdi ilk növbədə. İkincisi, çox vacib olan, Azərbaycan göstərdi ki, beynəlxalq birliyin ədalətli, qərəzsiz bir üzvü olmaqla yanaşı, həm də Azərbaycan humanist dəyərləri kifayət qədər öndə tutan, özünün konstitusiyon niyyəti kimi bəyan edən, eyni zamanda siyasi, iqtisadi addımlarında, tədbirlərində, məqsədlərində ifadə edən bir dövlətdir və bunu praktik mərhələyə kifayət qədər çevik şəkildə keçirə bilir. Və ən nəhayət çox vacib olan bir məqam. Baxaq görək, Kahramanmaraş ərazisində və ətraf ərazilərdə zəlzələ olan zaman Azərbaycanda vəziyyət necə idi? Təsəvvür edin, müharibəni yenicə başa çatdırıb. Eyni zamanda Azərbaycan xatırlayırsa separatizm ocağı hökm sürürdü və bunun üzərində Azərbaycana bütövlükdə dünyanın o özünü beynəlxalq ictimaiyyət adlandıran dövlətləri bir hücuma keçmişdi. 3-5 gündən bir Azərbaycanın məsələləri BMT Təhlükəsizlik Şurasında qaldırılırdı. Separatçıların aclıq şousu, tır şousu, bunların hamısı həmin dövrlərə düşürdü. Azərbaycan bu problemlərin içində, bu problemlərdən qalib kimi çıxmaq şərti ilə təbii ki, o problemlərin o zaman içində bax Türkiyənin yardımına çatdı. Bu bizim gücümüzün, imkanımızın Azərbaycanın Cənab İlham Əliyevin rəhbərliyi altında nə qədər doğru yolla irəlilədiyinin, düz yolla irəlilədiyinin göstəricisi oldu. Və əlbəttə ki, bir daha deyirəm, zəlzələdən əziyyət çəkən dövlətlərə yardımlar, təkliflər çox olur. Amma Azərbaycan nümunəsi, Cənab İlham Əliyev nümunəsi, bu konkret olaraq Cənab İlham Əliyev nümunəsi, bu istər beynəlxalq humanitar hüquqda, beynəlxalq humanitar yanaşmada, beynəlxalq humanitar hüquq yox, beynəlxalq yanaşmada, bütövlükdə humanist yanaşmalarda bir sözün əsl mənasında bir ustad dərsi idi. Və təbii ki, burada Azərbaycanın ekstra gücü, imkanları, qüdrəti olmasaydı, maliyyə imkanları olmasaydı, biz bunları təbii ki, edə bilməzdik. Və nəzərə alaq ki, həmin dövrdə Qarabağ, Şərqi Zəngəzurda da quruculuq bərpa davam edirdi. Cəmi 8 ay ərzində biz
hava limanının açılışına şahidlik etdik. Füzuli hava limanının çox sürətlə infrastruktur layihələri həyata keçirirdi. Amma Azərbaycanda həyata keçirilən o düzgün siyasət bizə əlavə maliyyə imkanlarımız imkan verdi ki, Qəhrəmanmaraşda da bu prosesləri başlayaq. İlk növbədə yardımımızla ora çatdıq. İkinci növbədə isə təbii ki, oradakı quruculuq bərpanın əsas seması olduq. Bir daha deyirəm, gücümüz, imkanlarımız çox vacibdir. Amma Cənab İlham Əliyevin burada şəxsi sözün əsl mənasında o şəxsini ehtiva eləyən bütün o elementlər, təşəbbüsləri dünyada sözün əsl mənasında hesablaşılan lider olması, bunlar hamısı bu proseslərdə önəmli rol oynadı və Azərbaycan-Türkiyə qardaşlığı Şuşa bəyannaməsi imzalandıqdan sonra hər kəs gördü ki, bu bəyannamə yalnız sənəd üzərində olan niyyət deyil. Bu, eyni zamanda qardaşların birgə hərəkət imkanıdır və Cənab İlham Əliyev bizim müttəfiqliyimizi, strateji müttəfiqliyimizi, qardaşlığımızı praktik zəmində bütün dünyaya nümayiş etdirə bildi. Bəhruz müəllim, biz bir daha Şuşa bəyannaməsini yada salaq. Çünki faktiki olaraq bütün anlamlarda biz etimad məsələsini həmişə üstün tutmuşuq. O həmişə bizim üçün bir mayaqdır. Amma yeni bir bəyannamənin də ortaya çıxması nəyi göstərdi? Göstərdi ki, biz həm də gələcəyi düşünərək bütün anlamlarda hərbi, siyasi, texniki, intellektual və s. biz artıq bir yerdəyik. Biz birimizə yanbayan dayanmışıq. Və mənə elə gəlir ki, məhz o Şuşa bəyannaməsinin də imzalanması özü də bir ciddi impuls verdi və həm toplumlarımız daha çox isə beynəlxalq camiyə anladı ki, bəli, bax bu iki dövlətin arasına girmək mümkünsüzdür. Yəni nə qədər də onlar çalışıb Ermənistanı meydana atsalar ki, bizim üçün maneçilik törətsin burada, bizi bir-birimizdən ayırsın, yoxsa maneələri bir növ gücləndirsin və s. Yəni mənə elə gəlir ki, bax burada o beynəlxalq güclər, yəni tarixin və indiki zamanın o qara zolağında olan güclər artıq anladılar ki, bura müdaxilə etmək olmaz. Çünki burada iki qüvvə var və o qüvvələr özləri prosesləri həm tənzimləyirlər, həm də idarə edirlər. Tamamilə doğru vurğulayırsınız. Əvvəllər, yəni qütblər arası ziddiyyət bu qədər dərinləşməmiş, ayrıcı xətləri bu qədər aydın şəkildə görünmədiyi dövrlərdə ifadə edirdik ki, iradə ifadəsi, yəni hansısa niyyəti ifadə etmək o qədər də çətin deyil. Amma bugünkü geosiyasi şəraitdə nəinki hansısa addım atmaq, bütövlükdə iradə ifadə etmək, hansısa niyyət ifadə etmək özlüyündə çətin məsələdir, xüsusən geosiyasi həssas bölgələrdə. Azərbaycan və Türkiyə Şuşa bəyannaməsi ilə göstərdilər ki, biz nəinki müstəqil iradə sahibiyik, biz nəinki öz iradəmizi aydın şəkildə ifadə edə bilirik, eyni zamanda öz iradəmizi rəsmiləşdirə və bu iradə istiqamətində addımlar ata bilirik. Azərbaycan və Türkiyənin arasında bilirsiniz ki, Şuşa bəyannaməsinə qədər əvvəlki dövrdə buna bənzər ən az 2 sənəd imzalanmışdı. Amma həmin dövrdə Azərbaycan əraziləri işğal altında idi, Azərbaycan ərazisində separatizm ocağı var idi. Bu və ya digər formada Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin olunmadığı dövrlər idi. Siyasi müstəqilliyimiz biz hələ Ulu Öndərin dövründən almışıq, amma daha da möhkəmlənməsi zərurəti ortada idi. Amma Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan birmənalı şəkildə bölgədə yeni bir konfiqurasiya yaratdı. Və yeni konfiqurasiya birmənalı şəkildə bəşəri o güclər tərəfindən tam mənada ilk dövrlər qəbul olunmurdu. Bu və ya digər formada nələrəsə ümidləri var idi. Məsələn, separatizm ocağına onların ümidləri var idi ki, Azərbaycan üzərində ən azı burada rıçaqları saxlaya biləcəklər. Amma onlar unudurdular ki, qarşılarındakı Cənab İlham Əliyevdir. Cənab İlham Əliyev bir Qafqaz dövlətinin yalnız rəhbəri deyil. Cənab İlham Əliyev bir mənalı şəkildə hesablaşılan qlobal liderdir və sonraki dövrlərdə də, elə həmin dövrlərdə də istər müharibədəki Ali Baş Komandanlığı, Müzəffər Ali Baş Komandanlığı, istər Qoşulma Hərəkatına rəhbərliyi dövründə, eyni zamanda Türk dilli dövlətlər təşkilatının canlanması və s. və ilaxır. Bunların hamısı Cənab Prezidentin miqyasını bir daha ortaya çıxardı. Və bu mənada onlar o özünü beynəlxalq ictimaiyyət adlandıran qüvvələr hələ çox ümidli idilər. Amma Cənab İlham Əliyev ortaya iradə qoydu. Və yeni konfiqurasiyada, yeni reallıqlarda Azərbaycanın iradəsinin həlledici olacağını bu bölgədə göstərdi. Və Azərbaycanın iradəsi isə Türkiyə ilə birliyin, qardaşlığın daha da inkişaf etdirilməsi idi. Və Şuşa bəyannaməsi bu mənada bütövlükdə Cənubi Qafqazın və bütövlükdə regionun təhlükəsizliyinin əsas qarantoru kimi çıxış etməkdədir. Və üstəlik nəzərə alaq ki, bölgə asan bölgə deyil. Bu bölgə tarixən çətin bölgə olub, mürəkkəb bölgə olub. Məhz Cənab İlham Əliyevin sayəsində, gərgin, onun qələbələri sayəsində biz axır ki, bu coğrafiyanın dividendlərini nəhayət istifadə edə bilirik. Biz nəhayət təbii sərvətlərimizin
təbii sərvətlərimizi özümüzün kapitalımıza sözün əsl mənasında rahat çevirə bilirik. Və belə bir məqamda əlbəttə ki, Türkiyə-Azərbaycan əməkdaşlığı birmənalı şəkildə dünyaya mesajdır və çox vacib olan, kifayət qədər ciddi, kifayət qədər radikal sayıla biləcək bəyanatlar fonunda, Şuşa bəyannaməsinin o müddəaları fonunda bu müddəaların bir cümləsi yox, bir işarəsi belə ikinci, üçüncü bir dövlətə qarşı yönəlməyib. Biz yalnız və yalnız bu bəyanatla beynəlxalq hüququn aliliyini rəhbər tutmuşuq. Yalnız və yalnız sülhü, insanlıq dəyərlərinin qorunmasına yönəli addımları atacağımızı bəyan etmişik. Və Şuşa bəyannaməsinin sonraki dövrlərdə realizəsinin biz şahidi olduq ki, bu da bir daha bu mürəkkəb coğrafiyada Azərbaycan liderinin iradəsi ilə artıq hesablaşıldığını göstərməkdədir.